vərəqlər vasitəsilə xəbər tuta bildilər. 20 min nəfərlik Sovet ordusuna Sovet İttifaqı marşalı Dmitri Yazov başçılıq edirdi. Bu əməliyyatın adı Zərbə idi. 20 yanvar İstintaq Komissiyasının məlumatına görə Sovet qoşunları əsasən 5 istiqamətdə şəhərə daxil olmuşdular. Binəqala marşrutu, Qurd qapısı marşrutu, Salyan kazarmasından hərəkət, Sumqayıt Nasoslu marşrutu və Xəzər dənizi istiqamətindən hücum. Şəhərə cənubdan daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər. Şimaldan gələn qoşunlar isə şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili tibbi yardım maşınlarını əzərək barikadalardan keçirdi. Şahidlərin sözlərinə görə əskərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. Dinc sakinlərlə dolu avtobus gülləbaran edilir və bir çox sərnişin, eləcə də 13 yaşlı Larisa Məmmədova qətlə yetirilir. Şir təşkilatı ekspertlərinin hesabatında qeyd olunur ki, adamlar xüsusi qəddarlıqla yaxın məsafədən güllələndi. 1990-cı il yanvar faciəsindən aparan yol 1987-ci il hadisələrindən başlayır. Bu vaxt Azərbaycanlıların Ermənistan torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir zaman kəsiyi idi. Sovet rəhbərliyi artan gərginliyin qarşısını almaq əvəzinə Azərbaycan xalqına qarşı cinayət törədir. Sanki Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınır. 1988-91-ci illərdə Ermənistandakı 185 yaşayış məntəqəsindən 230 min Azərbaycanlı zorakılıqla öz yurtlarından çıxarılır. Buna qarşı çıxan minlərlə dinc sakin erməni millətçi qüvvələri tərəfindən qətlə yetirilir.